Ən ləzzətli toyuq dönər hardadır? Təbii ki, evdə. Belə dönərdən bir oturuma neçə ədəd yeyə bilərsiniz? Evdə hazırlaya biləcəyiniz ən ləzzətli toyuq dönərini sizlərlə bölüşürəm. İnanın səmimiyyətimə, dadına doymayacaqsınız. Çox ləzzətlidir. Toyuğun filesini və bu tip hissəsini videoda gördüyünüz kimi doğrayın. Daha sonra üzərinə başlayırıq ədviyyatlarını əlavə etməyə. Sos üçün tomat pastası, qatıq, sarımsaq, mayonez, dur yağ, 1 ədəd soğanın suyu, duz, istiot, paprika, kori, sarımsaq tozu əlavə edib qarışdırırıq. Qarışdırdıqdan sonra stres filmin içərisində buzluqda donmağa aparırıq. Kalbasa formasını verin. 5-6 saat bu buzluqda donacaq. Bir gecədən mən dondurdum. Gəldik dönərimizin salatına. Pomidor, xiyar, qırmızı soğan, keşniş əlavə edib qarışdırırıq. Ətimiz bu formada artıq dondu. Kalbasa formasını dilim-dilim doğrayıb qızğın tavada başlayın qızartmağa. Qoxusu bütün evinizi bürüyəcək. Elə ətin dadına belə baxanda görürsünüz ki, dönərxanalarda satılan ətlərin dadını verir. Dönərin sos üçün tomat pastası, dur yağ, sarımsaq, duz, istiot əlavə edirik və bişiririk. Başlayırıq dönərlərimizi hazırlamağa. İçərisini o qədər ətlə doldurdum ki, yeyən insanların həm gözü doysun, həm də qarnı. Həm lavaşda hazırladım, həm də çörəkdə. Mənə görə çörəkdə daha ləzzətli olur. Sizin fikriniz nədir? Sizcə lavaşda dönər ləzzətlidir, yoxsa çörəkdə? Videonun bu bölümündə şərh bölməsində fikirlərinizi yazın ki, sonra unutmayasınız. Izqara tavada da belə bu formada qızartdım. Daha da ləzzətinə ləzzət qatdı. Siz hələ bir səsə baxın. Nuş olsun, göz haqqınızı halal edin. Hələlik.